gün sizə şair Etibar İzzətin şeirlərindən olan Atanın məktəbli oğlu ilə söhbəti şeirini dinləyək. Dur oğul, məktəbə get, vədə çatıb, vaxt yetişib. Tay-tuşun sinifdədir, dərsinə çoxdan girişib. Belə tənbəllik ilə məktəbə getmək yaramaz. Olmasa intizamı, dərsini şagird oxumaz. Ay ata, gəlmir üzüm məktəbə boş əllə gedim. Mənə danlaq vuracaq dərsdə müəllim neyniyim? Məndədir növbə bugün, pul ver odun almalıyam. Baltayla xırdalayıb həm soba yandırmalıyam. Açma pul söhbətini, onsuz işlərin fənadır. Getdiyin dərs yeridir, yoxsa ticarətxanadır? Bəs o gün apardığın pul nə idi, ay biçarə? Təkrar hardan gətirim, qalmışam aciz avarə. O pulu ad günündən ötürü səndən almış idim. Aparan tək adımı dəftərə yazdırmış idim. Hər uşaqdan yığılır, mən də uşaqdan biriyəm. Nədir həddim danışam, istəsələr verməliyəm. Ötən həftə niyə bəs şirvani almışdın oğul? Pul alınca bizi çox xiffətə salmışdın oğul. Talayırsan beləcə, ərzağa qalmır pulumuz. Bir daha pul istəmə, qoy açıla əl qolumuz. Ata, o həftə sinif rəhbərimiz xəstə idi. Gözləri intizarda, qulaqları səsdə idi. Cəm olub dəstə ilə getdik onun ünvanına. Onun aylıq maaşı çatmayır heç dərmanına. Ötən ay axırında istədiyim pul nə idi? Mənə aldırdığın o dəstə buket gül nə idi? Pul olub məktəb üçün sinifdə ev tapşırığı. Tapşırıq həll edənin evdə çıxır qışqırığı. O dəfə pul yığıldı Martda Qadınlar gününə. 3-4 müəlliməyə, həm də sinif rəhbərinə. Sovqatım olmasaydı dincliyə həslətdir canım. Yaxşı qiymətlərlə də qalmayacaqdır gümanım. Ondan əvvəl də mənə xalçanı satdırdın, utan. Verdiyim pulları nədər də qatdırdın, utan. Sənə pul vermək üçün pencəyimi satmalıyam. Evdəki külfəti aç, ruzisiz ağlatmalıyam. O pulu sinifimizi təmir edib rənglədilər. Sinifə jurnal alıb məktəbi əhənglədilər. Bu dəfə pul ver odun almağa vaxtım ötüşüb, ay aman. Dondu uşaqlar, necə gör, şaxta düşüb. Yox daha bir manatım, səbiri ilə çəkdin qanımı. Pulu gürzə eləyib 100 dəfə çaldın canımı. Məktəbə getmə daha, evdə ucuzdur amalın. Oxuma xanə xərab, qoy məni tutsun babalın.